Çünki bilirsiniz, torpaqdakı mikroorqanizmalar üstündə olduğu bitkilərə görə var və onlarla simbiyoz, qarşılıqlı əlaqə şəklində. Yəni belə deyim də, çünki onlar bir-birinə təmənnasız xidmət etmirlər. Al gülüm, ver gülüm məsələsidir. Bitki vermir və yaxud da verə bilmirsə, al gülüm, ver gülüm bitdi. Bundan istifadə edərək bəzi bakteriyalar üstünlük qazanır. Çünki rizosferdə diversifikasiya azalır və meyvələrin erkən yetişməsi başlar və tuluqlanıb tökülməsi başlar. Stres hormonları artır və artdıqca da mikroblarla əlaqəsi də ciddi şəkildə normallaşır. Xüsusilə biotik və abiotik stres reaksiyalarında kəsişmələr baş verir. Bir-birinə zid reaksiyalar baş verir. Hər iki sistem baş verən anormallığı aradan qaldırmaq üçün səfərbər olur. Yəni, baş verən anormallığı hər iki sistem bir şəkildə istəyir ki, aradan qaldırsın. Əlləşir, vuruşur, nəticədə bir-birinə zid reaksiyalar baş verir. Məsələn, absisik asid və yaxud da salisilik asidin miqdarı artır. Bu da bəzi faydalı bakteriyaları stimullaşdırır, gücləndirir. İsti stresində eyni zamanda jasmonik asidin də səviyyəsində dəyişikliklər olur. Bu da bəzi mikrob reaksiyalarının baş verməsinə səbəb olur və kəsişmə də elə burada baş verir. Bitkidə fotosintez olmadıqda dedik ki, enerji də olmur. Bəs enerji təminatı necə baş verir? Yetişmənin enerjisi, bitkidə ümumiyyətlə bioloji fəaliyyətlərin enerjisi hardan təmin olunur? Bu suala cavab vermək önəmlidir. Fotosintez zəiflədikdə və yaxud da dayandıqda bitki alternativ enerji mənbələrinə yönəlir. Yəni, qaranlıq tənəffüs, respirasiya güclənir. Yığılmış glikoza və ya nişasta tənəffüs üçün parçalanır. Bu yolla ATP sintez olunur, amma bu məhduddur və ehtiyatlar bitdikcə enerjide çatışmamazlıq yaranır və demək olar ki, çatışmamazlıq labüddür. Çünki şəkər istehsal olmur, əldə olunmuş şəkər rasxod olunur. Çünki bu müvəqqəti təminatdır. Təminat demək olmasın, bu əslində yola verməkdir bitkidə. Fotorespirasiya başlayır. Bu da bitkilərdə çox kritik zamanlarda olur. Fotorespirasiya da necə bir mövzudur, indi ona fikirləşim, bir şey tapacam siz üçün. Yəni, rubisco fermenti karbondioksid əvəzinə oksigen ilə reaksiyaya girir. Enerji itkili bir yol olsa da məcburi bir müdafiə mexanizmi kimi işləyir. Lakin bu yol bitki üçün çox səmərəsizdir. Çünki burada da ATP xərclənir, ATP qazanılmır, ATP istehsalı baş vermir. Ona görə bitki üçün bir faydası yoxdur. Faydalı mikroorqanizmaların ifraz etdiyi amin turşuları, vitaminlər, osmoprotektantlar bitkiyə hüceyrə membran sabitliyini qorumağa və enerji metabolizmasını davam etdirməyə kömək edir. Yekun olaraq, bütün bunların nəticəsində yüksək temperaturda fotosintez dayanır, tənəffüs artır, enerji ehtiyatları tükənir. Endofit və rizosfer mikroorqanizmaları bitkiyə stresə davamlılıqda yardım edir. Amma bu da kısıtlıdır. Enerji balansı mikrob və bitki əlaqəsi ilə qismən qorunur. Bu da bunu necə bir şəkildə izah edeyim? Yəni, insan rahatlıqda olanda az əziyyətə tab gətirmir. Yəni, rahat oturmuşam evimdə, biraz əziyyət olan kimi dözmürsən. Bir xəstəlik tapan kimi tez bir zamanda ölürsən. Amma əsirlikdə olanda daha uzun müddət və daha çox əziyyətə dözə bilirsən. Məsələn, deyək ki, bomuş həyatı kimi bir şeydir. Mikroblar və əziyyətlərin içində illərlə sürünür bomuş. Amma bomuş öz bomuş həyatı ilə razılaşmalıdır ki, yaşaya bilsin. Yox, lüks həyatının həsrəti ilə bomujluğu yaşasa, onun yaşamaq şansı maksimum 3-5 aydır. Yəni, evdə daşı daş üstə qoymağa hal yoxdur, elə deyək. Amma ehtiyac basanda adamı, yəni kasıbçılıq mı deyim, ehtiyac mı deyim, insanı basanda bir kamaz daş boşaldırsan, heç vecivə də olmur. Həmən o sistem də bitkilərdə də var. Yəni, ümumiyyətlə, kritik vəziyyətlərdə canlıların bütün xarakterini dəyişdirən, haradasa təkamül də demək olar buna, növü dəyişdirən, növün bütün xüsusiyyətlərini dəyişdirən bir prosesdir. Bütün canlılarda var bu. Nəysə, bitkiləri, yəni demək istədiyim o mövzunu dedim sizə misal çəkeyim ki, bir-birimizi başa düşək. Bitkiləri stresdən çıxartmaq və enerjisizlikdə müxtəlif xəstəliklərin baş qaldırmasına mane olmaq üçün düzgün strategiya qurmaq lazımdır. Bundan ötürü birinci dərmanlama mis-sulfat tona 1 kiloqram olmaqla dərmanlama aparılmalıdır. Daha sonra kaolin tətbiqi bitkiləri bu sıxıntıdan qurtaracaq yeganə yoldur. İkinci bir yol yoxdur. Bu 40 dərəcə temperaturun altında başqa bir yol yoxdur.
Yoxsa zamanla bütün bağlarımız bu şəkildə çıxılmaz problemlərin içində qalıb məhv olacaq. Bir neçə yoldaş şəkillər atıb, gördüyü tədbirləri bölüşür. Baxıram ki, konkret heç bir tədbir yerində deyil və hətta daha da uçuruma sürükləyir bağları. Yəni artıq biz armudda, daha sonra xurmada, daha sonra tərəvəzdə oxşar problemlərlə yaşamışıq və bu yol davam edə gedir. Demək istədiyim, bu illər xurmada daha ciddi problemlər gözlənilir. Çünki bu bakteriyadan ötürü ötən il az təsərrüfat düzgün tədbirli oldu. Hamı tədbirli oldu, amma tədbirlər faydasız tədbirlər idi. Tövsiyəm odur ki, bu istidə xurmalara, almalara, tərəvəzə mütləq tədbirli olun və tədbir də çox sadədir, müsülfat tətbiq olunmalıdır, aşağı doza ilə. Onu dalıca 2 gün ara verib kaolin tətbiq eləmək lazımdır. Kaolin tətbiqindən sonra həm həşəratlardan qoruyursunuz bitkinizi, həm xəstəliklərdən qoruyursunuz. Bitkilərin enerji əldə etməyinə kömək etməlisiniz. Çünki belə deyək ki, nə dərmanı verirsiniz verin də bu bitki enerji əldə etməlidir ki, bir şəkildə problemlərinə özü də cavab versin. Xəstə özü sağalmaq istəmədiyi halda, xəstənin özünü sağalmaq imkanları olmadığı halda heç kim o canlıya yazdığı dərmanlarla fayda verə bilməz. Ona görə mütləq bir şəkildə birinci bitkinin enerji əldə etməyinə imkan yaratmaq lazımdır. Ondan ötürü də bitki səthində temperaturu ən az 10 dərəcə, 15 dərəcə aşağı salmaq lazımdır ki, fotosintez temperaturu içində olsun. Fotosintez temperaturu da o deməkdir ki, 38-dən aşağı temperatur olsun. Bu günləri təbiətimizdə əgər 38-42 dərəcə temperatur varsa, buna kaolin tətbiq eləyəndə 8, 10, 12, 15 dərəcəyə qədər temperaturu bitki səthində aşağı salır. Bu da bitkinin enerji əldə etməsinə imkan verir. Bitki də enerji əldə etdikdən sonra onun xəstəliklərlə vuruşması da asanlaşır və eyni zamanda bayaqdan saydığım kimi alternativ enerjilərə müraciət eləmir bitki. Yəni bitki çıxılmazlıqlara düşmür. Bir yandan da hər hansı bir lazım olan momentlərdə belə deyək, hər hansı bir şəkildə kömək eləmək də olur bitkiyə. Belə.